Sən xoşbəxt olanda insan özü ilə məşğul olur. Özündə hər dəfə nəsə tapır. Bəli. Çox adam başa düşmür bunu. Keçən dəfə mən hovuzdayam, baxıram ki, izləyicilərimiz də hətta orada qarşıma çıxdılar. Deyir ki, burada mən sizi görürəm, amma tanıya bilmirəm də və siz də deyir heç yerə baxmırsınız. Deyirəm ki, mən o qədər özümün içindəyəm də, yəni heç yerə baxa bilmirəm və orada belə o xoşbəxtliyi və o suda xoşbəxtliyi tapıram deyənə, oradakılar necədir elədiniz, dəyişdiniz? Hovuzda soruşur. Necə elədiniz, dəyişdiniz? Deyirəm ki, siz bizim kanala baxın. Mən hələ deyirəm çox prosedur eləmişəm, amma kanala deyirəm mən orada ola mən deyirəm dəyişdim. Bugün kosmetoloqa getmişəm. Kosmetoloq deyir ki, dərinin rəngi açılıbdı. Hətta heç mən onun fərqinə varmazdım. Amma mən Allahın izni ilə özümü o qədər xoşbəxt hiss eləyirəm ki. Və bunlar hamısı mən gələn qonaqlarıma borcluyam. Həqiqətən. Çünki onların auraları, onların frekansları, onlar hamısı çox gözəl təsir göstərir. Heç vaxt gərək insanlar heç vaxt düşünməsin ki, pulumu az xərcləyim, çox yığım da. Əksinə, çox xərcləyib, çox yığmağın yolunu tapsınlar. Və pulu qara günə yığmasınlar. Vacibdir bu. Bu çox belə bu ruslardan gəlib bu bizə. Na çorny день. Və o çorny день də gəlir çıxır. Yəni sən onu yığırsan, o qara gün gəlməsə də nəsə bir ortalığa xəstəlik çıxır, nəsə bir problem çıxır, ya evdə nəsə bir problem yaranır. Özdə problem əməlli başlı problem sənin olan qalan pulun ora gedir. Pulu yığanda da gözəl bir şeylərə yığıram. Nə bilim, gəzməyimə, istirahətimə. Möhtəşəm bir şeyə yığıram. Siz bəzən qismət olmur. Çox insan tanıyarsınız sizdə ki, yığdığı pulu özünə xərcləmək nəsib olmayıb. Olmur, bəli. Bunun özü belə çox vacibdir ki, yığdığın pulun özünə xərcləməyə belə nəsib. Özünə qıymayıbsa, pul da əlbəttə ona gəlməyəcək. Bəs videonun əvvəlində dedim. Mən əgər ona pul göndərirəmsə, o pulu xərcləmirsə, adi bir şeydir. Bax, kiməsə hədiyyə alırsan, ad günündə. Mənim ən sevmədiyim şeydir. Mən həmişə elə hədiyyə alıram ki, o insan onu işlətsin. Əgər o insanın üstündə onu və yaxud da nə bilim yanında nədirsə də indi görmürəmsə, mən üzülürəm. Və gələn dəfə ona o hədiyyəni vermirəm. Mən həmişə kiməsə hədiyyə verəndə deyirəm, geyinirsən? Bir dəfə mənə biri dedi ki, yox, qalıb evdə istifadə eləmirəm. Mən ona bir də hədiyyə vermədim. Verərsiniz? Yox, mən də almıram. Pul kanalda elə işləyir. Amma kim ki mənim hədiyyəmi taxır, məsəl üçün istifadə eləyir, zövqlə, təşəkkür eləyir, mən ona gələn dəfə daha böyük bir hədiyyə vermək istəyirəm. Eyni ilə puldur. Mən əgər pula bu cür yanaşıramsa, qoy gizlədim, qoy necə gəldi istifadə, əzim, üzüm, nə bilim manatları əzim, bir qəpiklərin vəbşə hörməti yoxdur. O ayrı mövzudur. Necə gəldi atım. Yəni mən əgər bu cür laqeyd yanaşıramsa, pul da məndən küsüb gedəcək. Yox, əgər mən onları sevirəmsə, amma həyatımın da mərkəzinə qoymamaq şərti ilə. Həyatımın mərkəzində məndə pul deyil. Həyatımın mərkəzində mənəm, xoşbəxtliyəm. Pul vasitədir. Sadəcə vasitədir ki, mən bu həyatdan zövq alım. Zövq almağımız üçün vasitədir.